Hörmətli izləyicilərim, mərkəzdə satılan, Masazır qəsəbəsində mərkəzdə satılan belə bir şəxsi tikili əlim yanında satılan 6 otaqlı həyət evi çəkib göstərirəm. Bu evin yan tərəfdən zirzəmiyə keçid qoyulub, arxa tərəfindən də keçid eləmək mümkündür. Bu evin giriş hissəsi qaz, su, işıq fasiləsizdir, mərkəz kanalizasiya var. Evdə uzun müddət yaşayış olub, oturuşmuş evdir. Buradan digər tərəfini də mən sizə göstərim. Bu arxa tərəfinə də keçid eləmək mümkündür. 6 otaqdan ibarətdir. Uzun müddət yaşayış olub, bəzi xırda təmir işləri həyata keçirilib və yenidən satışa çıxarılıb. Girişdə sol hissə mebel üçün nəzərdə tutulub, pirin tutarlı döşəmələrin laklanması da onlar qalır. Bu mərtəbədə yerləşir belə bir sanuzel, dəyərli izləyicilər. Burada yerləşir solda 40 kvadrat metrlik, 45 kvadrat metrlik bir zal hissə. 2 ədəd pəncərə düşür, görürsünüz. Kondisioner və TV xəttləri bir otağa çəkilib. Döşəmə laklanacaq, pirin tutar vurulacaq. Qranik gördüyünüz yerləri isti poldur. Burada yerləşir evin mətbəx sahəsi. Buranın da ölçüsü çox yaxşıdır. Əlavə əşyalar çıxarılacaq. Ev sahibinə məxsusdur. Burada 2 mərtəbəli yataq otağıdır. Qonaqlar üçün, yaşlı şəxslər üçün nəzərdə tutulub. Pilləkənin tutacaqları da məhəccərlər işlənəcək. İkinci mərtəbədə isə yerləşir 4 yataq otağı. Pilləkən də betondan yığılıb, görürsünüz. Uzun müddət yaşayış olub, tam oturuşmuş evdə Masazır qəsəbəsində Qurtuluş 93-ə olduqca yaxın bir məsafədə yerləşir. Əlim yanında olaraq satılır. Bu əşyalar çıxarılacaq. Burada da şəxsi əşyalar var deyə göstərmirəm. Buradan eyvan sahəsinə çıxış var, hörmətli izləyicilər. Belə bir böyük eyvan sahəsi var. Burada növbəti belə bir otaq, 6 otaqdan ibarətdir. 135 min manatdan satışa çıxıb. Əlim yanında olaraq, təcil olaraq satılır. 2.4 sotdadır. Masazırda deməli evin 100 metrliğine, asfalt yolun kənarında 100 metrliğindən metro işləyən bir neçə marşrut hərəkət edilir. Bu da Yeni Saray yaşayış kompleksi, bu soldakı binalar isə Qurtuluş 93-dür. Ətraflı məlumat üçün əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.